Növbəti nəqil Əl-Qadi Əbu Ya'la'nın elə İbtal-ü Təvilə kitabındadır. Bu nəqli də mən oxumuşdum rədiyyə əsnasında. Sadəcə burada da yenə bu nəqli qısa olaraq oxuyacağım. Çünki bu nəqil daha açıq aydın onun üsulunu bəyan edir. Əl-Qadi Əbu Ya'la buyurur, Allah Teala hədisdə, Peyğəmbər sallallahu əleyhi və səlləm hədisdə buyurur ki, Allah mömin qulunu insanlardan pərdələmək üçün öz kənəfini onun üzərinə qoyacaq. Biz kənəfin nə mənada gəldiyini bilmirik. Bu səbəbdən xəbəri zahiri üzərə ötürürük. Yəni burada biz nəyə diqqət etməliyik? İlk öncə Əl-Qadi Əbu Ya'la buyurur, biz kənəfin mənasını bilmirik. Və sonra nə deyirdi ki, onu zahiri üzərə buraxırıq. Bunu göstərir ki, onların zahiri üzərə buraxırıq deməyi, o deməli deyil ki, onlar mənanı bilirlər yəni. Onu lüğətdəki gələn mənalarla isbat edirlər. Əksinə, onun mənasını Allaha həvalə edirlər. Və mən qarşıda oxuyacağım nəqildə siz görəcəksiniz ki, bizim alimlər zahiri ümumiyyətlə iki qismə bölüblər. Var məxluqata xas olan zahir, var Allaha xas olan zahir. Onlar dedikdə ki, bu sifətlər zahiri üzərədir. Onlar nəyə qəsd edirlər? Yəni, onun mənasını Allaha həvalə edirlər. Onlar Allaha xas olan zahiri nəzərdə tuturlar. Məxluqata xas olan zahiri nəzərdə tutmurlar. Çünki biz belə bir təsəvvür qursaq, Qadi Əbu Ya'la'nın məsələn bu üsuluna qayıdaraq və bizim alimlərimizin qoyduğu o iki zahir var ki, məxluqata xas olan zahir, Allaha xas olan zahir məsələsinə baxsaq, tutaq ki, Qadi Əbu Ya'la'nın və ya başqa Həmbəli imamının, təfvid edən Həmbəli imamının bir 80-a yaxın sözü çıxıb qabağımızda ki, o deyir ki, bu sifətlər zahiri üzərədir, tutaq ki. Düzdürmü? Zahiri üzərə. Biz nə anlaşılacaq onunla? Onu bu üsula qaytaracaq, düzdürmü? Və deyəcəyik ki, o sifətlərin mənası Allaha həvalə edilir. Onun məxluqata xas olan zahirə daşımayacaq. Çünki onu ora daşımaq, lüğətə daşımaq Allaha nöqsan, yəni doğru olmayan mənaları verməkdir və Allaha cisimləşdirməkdir və Allah Taala haqqında doğru olmayan bilgiləri ortalığa gətirməkdir. Və oxuyacağım növbəti nəqil